Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Rabbi şrahli sadra ve yassirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Salam əziz tələbələr, əziz möminlər, hər birinizi xoş gördük. Biz Loğman surəsinin ayələrini, son ayələrini təfsir elədik və sonda bir incəlik qalmışdı. Bugün inşallah onu bitirmək istəyirəm. Yadınızdadırsa, oxuduğumuz son ayələrdə Mütəal Allahın elmi ilə bağlı və qiyamətin baş verməsi ilə bağlı və digər yağışın yağması, Rüşeymin ana bətnində necə olması, onun halı haqqında, insanın gələcəyi haqqında, bu kimi qeybi xəbərləri Allahın elminə istinad eləyərək ayədə söylədik və Allah Taala o ayələrdə insanların gələcəkdə edəcəyi işlər və yaxud da öləcəyi yer haqqında, digər məsələlər haqqında bu bilgilər ayədə vurğulandı ki, Allaha məxsus olan bir elmdir. Və bir mənada başqalarının, adi insanların bu məsələlərə varid olması, xəbərləri olması mümkünsüz bir məsələdir. Və ayəni təfsir edən rəvayətlər də bunu təkid edir ki, məsələn, baxın, Məcmuul Bəyan cild 8, səhifə 324-də o həmən ayənin təfsirini vurğuluyur ki, İnnə məfatihəl qaybi xamsun. Qeyb açarı 5-dir. Qeyb açarı 5-dir. Lə ya'ləmuhunnə illallah. Buyurur ki, Allahdan başqa heç kim onları bilmir. Heç kim onlardan xəbəri yoxdur. Və qara'a hadihil ayə. Və buyurur ki, sonra ayəni oxudu. Həmən biz Loğman surəsində oxuduğumuz ayəni ki, odur yağışı indirən, odur ölüdən diri çıxardan və digər məsələləri, məsələn, Rüşeymin ana bətnində necə bir hala çevrilməsi, qiyamətin baş verməsi, digər məsələlər. Yəni, ayə də bunu vurğulayır ki, o həmən deyilən məsələlər Allahın qeyb elmindəndir, Allahın tükənməz elmindəndir. Və Nəhcül Bəlağədə də yer alan bir hədisdə biz oxuyuruq ki, Həzrət İmam Əli əleyhissalam bəzi gələcək hadisələr haqqında məlumat verib. O Həzrətin səhabələrdən biri qeyd eləyir ki, Əmir əl-Müminin yaxın səhabələrindən biri qeyd eləyir ki, Ya Əmir əl-Müminin, ey möminlərin ağası əmiri, Allah sənə qeyb elminə əta etmişdir. Həzrət İmam Əli əleyhissalam cavab olaraq buyurur ki, əvvəla Həzrət Əmir əl-Müminin təbəssüm eləyir, gülür, təbəssüm eləyir və Əmir əl-Müminin o sual edən kəsə, ki, həmən o sual edən şəxs Kəlb qəbiləsindən olan bir kişidir. Buyurur ki, Həzrət Əmir əl-Müminin təbəssüm eləyərək ona Ya əxa Kəlbə, ey Kəlbi qardaşım, ləysə huvə bi ilmin qeyb, dediklərim elmi qeyb deyil.
yəni Həzrət Əmir əl-Möminin dediklərini o qeybi elm kimi hesab eləyir. Amma Əmir əl-Möminin üçün ləysə huvə bi ilmin qeyb. Dediklərim elmi qeyb deyil. Və innəmə huvə təallumun min ziyə ilm. Elm və bilik sahibindən öyrənilən şeylərdir. Yəni mənim dediklərim hamısı Allahın elminə söykənir. Çünki baxın biz Əhl-i Şiə məktəbində bizim əqidəmiz budur ki, ilahi övliyalar, peyğəmbərlər və məsum imamların elmi Allahdandır. Yəni onların müəllimi, təlim verəni məhz Allahdır. Allahdan elmi əxz eləyirlər. Və Həzrət Əmir əl-Möminin buyurur ki, elm və bilik sahibindən öyrənilən şeylərdir bizim əldə etdiklərimiz. Və innəmə ilmul qeybi ilmü saati və mə əddədəhullahu subhanahu bi qavlih. Və ardıca buyurur ki, elmi qeybi qiyamət gününün vaxtını Allah Taala'nın öz buyurduğunda saydıqlarını bilməkdir. Yəni Allahın söylədikləridir, Allahın vurğuladıqlarıdır ki, biz onları danışırıq. Ki, Həzrəti Əmir əl-Möminin buyurur ki, İnnallaha indahu ilmus saati və yunəzzilu qaybi və ya'lem ma fil ərhami və ma tədri nəfsun ma zə təqsibu qadən və ma tadri nəfsun bi əyyi ərzin tamutu innallaha alim. Baxın, Həzrət Əmir əl-Möminin Loğman surəsinin 34-cü ayəsini qiraət eləyir. Buyurur ki, qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yəni, ya Peyğəmbər, ilahi övliyalar, sizdən qiyamət haqqında soruşsalar, onlara dinən ki, bu Allahın qeybi elmindəndir. Yalnız və yalnız Allah bilir qiyamətin baş verəcəyi vaxtı, zamanı. Biz bilmirik. Və yağışı göydən o yağdırır. Yağışın ha vaxt yağacağını səndən soruşsalar, denən mənim Rəbbim bilir yağış haçan yağacaq. Bu mənim Rəbbimin qüdrətinin nişanələrindəndir. Bətinlərdə olanı o bilir. Heç kəs səhər nə edəcəyini, hansı torpaqda öləcəyini də bilməz. Allah isə şübhəsiz ki, bilən və xəbərdardır. Amma Allah bu sizin bilmədiklərinizin hər birindən xəbərdardır. Çünki onun elmi hər bir şeyi əhatə eləyib. Onun elmi hər bir şeyi əhatə eləyib. Və ardıca Həzrəti Əmir əl-Möminin buyurur, Fəyə'ələmullahu subhanahu mə fil ərham min zəkərə əv unsə və qabihin əv cəmil və səxivə əv bəxil və şəqi əv səid və yəkunu finnari hatabən əv fil cinəni linnəbinə murafiqən. Həzrət Əmir əl-Möminin ardın gətirir, buyurur ki, deməli bətinlərdəkilərin oğlan və ya qız, çirkin yoxsa gözəl, səxavətli yoxsa xəsis, bədbəxt yoxsa xoşbəxt olanı bilən Allahdır. Kimin cəhənnəm odu üçün odun, kimin cənnət dərəcələrində peyğəmbərlərlə yoldaş olacağından da o agahdır. Baxın, burada bir məsələni qeyd edeyim. Bəzən bu bizim yanlış çıxarışımız, yanlış düşüncəmiz səbəb olur ki, bizi hər hansısa xeyir bir əmələ doğru hərəkətdən saxlayır. Məsələn, biz deyirik ki, yox da Allah mənim bilir də mənim sonum nə olacaq. Allah bilir o mənada deyil ki, sən hər hansısa əməllərinlə öz xoşbəxtçiliyini və yaxud da Allah eləməsin, hər hansısa pis əməllərinlə öz bədbəxtçiliyini sığortalayasın. Yəni, Allahın elmini əhatə eləməsi sənin aqibətini bu mənada deyil ki, elə Allah bilirsən bədbəxt olasın. Yox, bu mənada deyil. İnsanın əməl və rəftarı
onun kimliyini saadət əhlidir, yoxsa bədbəxtlərdəndir? Müəyyən eləyir. Yəni Allah insana bütün xeyirlərə çatmaq üçün ona fitrət verib, ona ağıl verib, ona qəlb verib. Onun üçün peyğəmbərlər göndərib, səmavi kitablar göndərib, ilahi övliyalar ki, insanın Allaha doğru çatmasında, Allaha qovuşmasında onun əlindən yapışsın. Onu hədəfə çatdırsın. Yəni bu o mənada deyir ki, Allah bilir vəssalamda da mənim sonum yaxşı deyil. Yox. Sənin sonunun yaxşı olmamağını sığortalayan sənin pis əməl və rəftarlarındır. Və Həzrət Əmir əl-Müminin buyurur ki, fəhala ilmul qaybilləzi la ya'ləmuha ahadun illallah. Buyurur ki, sadalanan şeylər Allahdan başqa kimsənin bilmədiyi elmi qeybidir. Ancaq bundan başqa Allah Taala'nın öz peyğəmbərinə öyrətdiyi bir elm də var. Baxın, deməli peyğəmbərlərə öyrədilən bir çox məsələlər adi insanların o məsələlərə əhatə tapması, o məsələləri bilməsi mümkünsüzdür. Niyə? Çünki Allahın peyğəmbərləri seçilmiş müqərrəb bəndələrdir. Onlar vəhyin daşıyıcılarıdır, ilahi övliyalar. Və onlar birbaşa Allahdan təlim, tərbiyə almış kamil varlıqlardır. Deməli, onlar adi bəşərdən seçilmiş elmə, mərifətə sahib olan insanlardır. Bəli, onların bir çox dediyi bəzi məsələlər ki, bəşərin hələ ağlını, belə deyim, bəşərin ağlı o məsələlərdə bir yerə çata bilmir. Çünki onlar vəhiydən qaynaqlanan, ağlın fövqündə dayanan məsələləri insanlara aşılayırlar. Ona görə bəzən yanlış bir düşüncə də olur ki, məsələn də peyğəmbərlər mütləq şəkildə, ilahi övliyalar mütləq şəkildə qeyb elmini bilirlər. Yox, o cür deyil. Bəzi məsələləri oxuyacağıq, tam bunu özünüz görəcəksiniz ki, müəyyən qədər ilahi övliyalarda qeyb elmindən xəbərləri var. Amma mütləq şəkildə Allahın qeyb elminə sahib olması bu Allahın sonsuz elminin bir göstəricisidir. Və buyurur ki, وَمَا سِوَى ذَلِكَ فَعِلْمٌ عَلَّمَهُ اللّٰهُ نَبِيهُ فَعَلَّمَنِيهِ وَدَعَالِ بِأَنْ يَعِيهُ صَدْرِي وَتَزْتَمَّ عَلَيْهِ جَوَانِهِ. Və sonda buyurur ki, Peyğəmbər bu elmi də mənə öyrədərək, Həzrət Əmir əl-Müminin buyurur, sinəmin onu saxlaması və ətrafımın onu əhatə etməsi üçün dua etmişdir. Yəni, əzbərləməyim üçün, müəyyən elmləri əxs eləməyim üçün Peyğəmbər məni dua edib. Ki, Həzrət Əmir əl-Müminin də Peyğəmbərin xüsusilə şagirdi olub. Peyğəmbər əleyhissalamın gözəl bir kəlamı var, deyir, Nəhcül Bəlağədədir. Deyir, mən Peyğəmbərin hər addımın üstünə addımımı qoyurdum. Hətta belə bir şeyə misal çəkir, deyir, necə ki, dəvənin balası onu, anasını izləyər, onun dalınca addımlayar. Deyir, mən Peyğəmbəri bu cür təqib edirdim, yəni ardıca gedirdim. Və bu rəvayətdə aydın görünür ki, insanların sözgedən 5 məsələdən xəbərdar olmaması, onların bütün təfərrüatından xəbərdar olmamaqdır. Və bu danışılanlardan da, bu rəvayətdən də aydın olur ki, yəni insanların sözgedən 5 məsələdən, yəni o qeyblə bağlı olan 5 məsələdən
xəbəri olmaması tam mütləq şəkildə öz həqiqətini, doğruluğunu bizə bəyan edir. Və sonda bir məsələni müəllif qeyd eləyir. O da bundan ibarətdir ki, vurğulayır ki, əgər bir gün bəşəriyyətin ixtiyarında uşağın oğlan və ya qız olmasını tam dəqiqliyi ilə təyin edən vasitə olsa, yenə də bu məsələ, yəni Allahın qeybi elminə problem törətmir. Çünki uşaq haqqında məlumatlı olmaq onun bütün cismani xüsusiyyətlərini, çirkinlik və gözəlliyini, sağlamlıq və xəstəliyini, daxili istedadlarını, elmi, fəlsəfi və ədəbi zövqünü, eləcə də digər mənəvi xarakter və keyfiyyətlərini bilməkdir və bu da Allahdan başqası üçün mümkün deyil. Yəni, sən onun cinsiyyəti müəyyən eləyə bilərsən, amma bu qədər sadaladığımız məsələlərə heç bir texnika, heç bir elm buna cavab vermir, məgər Allahın sonsuz elmindən başqa. Və sonra bir məsələni də vurğulayır ki, bəs görəsən yağış nə zaman yağacaq sualı, hansı bölgəni əhatə edəcək, tam olaraq nə qədəri dənizə, nə qədəri səhraya, nə qədəri dağa və nə qədəri düzənliyə yağacaq. Bu sualların cavabını Allahdan başqa kimsə bilə bilməz. Yəni, bəli, ola bilər hava proqnozunda, məsələn, filan bölgələrə yağış yağacağı. Bu elmdir. Bunun heç bir Allah elmindən, Allahın zatı elmindən heç bir, belə deyim də, bir natamamlığı, bir problemi yoxdur. Amma bu yağışın yağacağı, o ki, burada qeyd edir, hansı bölgəni əhatə edəcək, tam olaraq nə qədər dənizə yağacaq, nə qədər səhriyə yağacaq, nə qədər dağa və nə qədər dənizə yağacaq. Bu kimi təfərrüatlarını heç bir elmi texnika cavab verə bilmir. Və sabah baş verəcək hadisələr və onların təfərrüatı da bu qəbildəndir. Burada bir məsələni qeyd eləyir müəllif. Məsələn, Əhl-i-Beyt əleyhissalamın hətta bəzi övliyalar da öz ölüm tarixlərini qabaqcadan açıqlayıblar. Hətta dəfn olacaqları yeri də bildiriblər. Məsələn, o cümlədən Kərbəla hadisələri haqqında biz rəvayətlərə baxırıq ki, Əziz Peyğəmbərimiz dəfələrcə söyləyib ki, İmam Hüseyin əleyhissalam Kərbəlada şəhid olacaq və orada dəfn olunacaq və Əziz Peyğəmbərimiz bunu dəfələrcə buyurub ki, keçmiş peyğəmbərlər İmam Hüseyin və tərəfdarlarının bu məkanda şəhid olacağı haqqında da xəbər veriblər. Yəni, hətta İslam peyğəmbəri yox, digər peyğəmbərlər də bu məsələ haqqında, Kərbəla vaqiəsi İmam Hüseyin əleyhissalamın şəhadət haqqında, o yer haqqında xəbər veriblər. Və Usul-i Kafidə də imamların öz vəfat zamanlarının bilməsi haqqında ayrıca bir fəsil var ki, mən bunu qeyd edeyim, indi kim istəsə bu məsələyə müraciət edir. Usul-i Kafi cild 1, səhifə 202 ki, burada məsum imamların öz vəfat zamanlarını bilməsi haqqında bir fəsildir. Və cavab budur ki, bu məsələlərin cüz'i bir hissəsini Allahın təlimi ilə ümumi şəkildə bilmək, onların geniş elminin Allaha məxsus olması ilə ziddiyyət təşkil etmir. Yəni, məsum imamlar və ilahi övliyalar, peyğəmbərlər ki, Allahın qeyb elminin bir cüz'i hissəsini bilməsi, yəni bu məsələ ilə heç bir ziddiyyət təşkil eləmir. Bundan başqa, öncə də qeyd etdiyimiz kimi, bu ümumi bilik də zatı və müstəqil deyil.
Yəni Allahın qeyb elmi, Allahın elmi zatıdır. Amma məsum imamların qeyb elmindən bir hissə və yaxud bir cüz'i bilməsi onların qeybi elmi zati anlamında deyil. Amma Allahın qeyb elmi isə zatidir. Amma məsum imamlarda bu cür deyil. Və əksinə təlim xarakterlidir. Allahdan əxs olunmuşdur. Allahın təlimi vasitəsilə əldə olunan bir elmdir. Allah məsləhət bildiyi qədərini öz ilahi övliyalarına, peyğəmbərlərə, məsum imamlara bu elmdən verir. Və bir hədisdə də İmam Sadiq əleyhissalamın səhabələrindən biri soruşur İmam Sadiqdən ki, İmam qeybi bilirmi? Həzrət belə cavab verir. Lə, xeyr. Amma ardıca gətirir ki, وَلَكِنْ إِذَا أَرَادَ أَنْ يَعْلَمَ الشَّيْءَ أَعْلَمَهُ اللّٰهُ ذَلِكَ. İmam zatı etibarilə qeybi bilmir. Bayaq izah elədiyim kimi. Allahın onlara verdiyi qədər. Zati bir elm, qeyb elminə agahlığı yoxdur. Qeyb elmini yalnız və yalnız Allah əhatə eləyir. Ona görə buyurur ki, xeyr, imam zatı etibarilə qeybi bilmir. Amma bir şeyi bilmək istəsə, Allah ona öyrədir. Əgər imam qeybi bir şeyi bilmək istəsə, Allah ona öyrədir. Allahın ona öyrətməsi ilə o məsələni bilir. Peyğəmbərlərin və imamların qeybi bilməsi haqqında çox sayılı hədislər var və müvafiq ayələrin təfsirində də o mövzu ilə bağlı bəhslər olunubdur. Bizim Loğman surəsinin təfsiri artıq bitdi. Allaha həmd olsun. Biz inşallah növbəti dərsimizdən artıq yeni bir surənin təfsirinə keçid alacağıq. Bugünkü dərsimiz bu qədər. Sağ olun, Allaha əmanət olun.